29-cu sualı. Elementləri 3 rəqəmli natural ədədlər olan A bərabər 245 və s. və ilaxır. Gördüyünüz kimi belə bir siyah var. Birinci və sonuncu rəqəmlərin cəmi sadə olan elementləri B siyahısına əlavə edən proqramı Python dilində yazın. Baxırıq ki, burada hər bir ədəd 3 rəqəmlidir. Əslində bu bizim üçün daha sadədir, daha rahatdır. Çünki istənilən ədədi biz 100-ə bölüb ilk rəqəmini tapa bilərik və eyni zamanda istənilən ədədi ona bölüb qalığını tapıb son rəqəmi götürə bilərik. Düzdür? Amma deyək ki, elə bir şey deyil. Biz rəqəmlərin sayı müxtəlif olan bir misal yazaq. Deməli uşaqlar, bir dənə siyahı götürürük. Siyahın içərisində gəlin özümüzdən qiymətlər daxil edək və içərisində müxtəlif rəqəmli olsun ifadələrimiz. Burada yazdıq. Və baxsaq ki, burada hətta bunu gəlin bir üst edək. İndi bu siyahın içərisinə girirəm. İlk öncə for i in n yazırıq. Doğru uşaqlar. I dediyimiz təbii ki, tək-tək ədədlərdə 245, 25 və s. və daxil. Burada biz bunun ilk və son rəqəmini tapmaq üsullarından biri də buydu ki, mən ilk olaraq bunu STR-ə çevirərəm. Doğru. STR-ə çevirəndən sonra bunun neyini yarım? T bərabərdir. İlk 0-cı indeksi götürürəm. İlk rəqəmi 0-cı indeksdə durandır. Nəyin? K-nın. K-nın 0-cı indeksdə duran elementi üstə gələ K-nın nəyi? Elə mənfi birdə yaza bilərəm. Düzdür? Amma bunu nədə yazmalıyam mən? Int-də yazmalıyam. Çünki sətir olaraq tapdım, sonra int olaraq bunları hesablasın. Artıq mənim ədədimin ilk və son rəqəmlərinin cəmindən ifadəni aldıq və bunu T yazdıq. Bundan sonra biz getməliyik, tapaq görək ki, ədədin bölənləri sayını tapaq və buna uyğun olaraq da sadə olub olmadığını yoxlayacağıq. Bir dənə də dövr yazırıq. For, J, in, range. Yazdım bu şəkildə. Bu aralığı da fərqli verə bilərik. Əslində 2-dən T-yə qədər, ya T bölə 2-yə qədər, 0-dan verə bilərsiniz və s. və daxil. 1-dən T plus 1 yazırım. Düzdür? İstənilən ədədin ilk böləni 1-dir, son böləni özüdür da, yəni 1-dən özünə qədər. Bu proses keçsin və hər dəfə yoxlayaq. Əgər həmin bu T faiz J bərabərdirmi 0? Yəni J-yə bölünürmü? Bölünürsə bir dənə sayı artıracağıq. Yəni bölənləri sayacağıq. Amma ilk başda bölənin sayını qeyd etməliyik. Və bu bölənin sayını harda qeyd etməliyik? Dövrdən əvvəl yoxsa sonra? Dövrün içində. Dövrün içində. Çünki 245-ə başlayanda 0-dan başlasın saymağa, 25-ə keçəndə təzədən 0-dan başlasın saymağa. Odur ki, bu dövrün içərisində sayın başlanğıc qiymətini təyin edirik. Və bundan sonra dövr bitəcək, sayacaq, biz sayı yoxlayacaq. Əgər sayı 2-dirsə, deməli nədir? Sadədir. O zaman başqa bir siyahıya, gəlin burada da bir M siyahısı götürəyin və M.append. M-i atsın nəyi? I-ni. Düzdür? Həmin bu i-ni atacaq ora. Yəni burada yazdığımız i. I nə deməkdir? Həmin bu ifadədir. Yəni. Və gəlin yoxlayaq. Print. Burada yazırıq nə? M. Və yoxlasaq 245, 5-ün üstə 2, 7 edir, 5-ün üstə 2, 7 edir, 3-ün üstə 2 edir, 5, 6-ün üstə 1, 7 edir. Sadə olanları buraxdır.